Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlə Dim Ədəbiyyat 20 sınaq toplusundan ikinci sınağın izahına baxacağıq. Deməli, sual 1-də deyir. Salur Qazanevinin yağmalandığı boy haqqında doğru fikir müəyyən edin. Boy Bayandır xanım məclisində Qazan xanın ov təklif etməsi ilə başlayır. Yanlışdır. Qazan xanım məclisi idi, bu Bayandır xan məclis qurmamışdı. Qazan xana köməyə gələn bəylər arasında Aruz qoca yox idi. Yanlışdır. Aruz qoca iştirak edirdi. Boyda Uruzun qəhrəmanlıq göstərməsinin təsvirinə yer verilmir. Bəli, həqiqətən də yer verilmir. Düşmənin yurduna çatan Qazan digər bəylərin gəlib çata bilməsi üçün Şöklü Məlik ilə danışıq aparır. Yanlışdır. Uruz yurduna qoruya bilməyib atasının etibarını zədələdiyi üçün özünü ölümə layiq bilir. Yanlışdır. Doğru cavabımız olacaq C variantı. Aruz ikinci boyda qəhrəmanlıq göstərir fikrini verə bilərik. Çünki atasına kömək məqsədi ilə əslində atası qalib gəlirdi. Sadəcə olaraq ürəklənib hücum edir. Salur Qazanevinin yağmalandığı boya əsasən Eyler-Venn diaqramındakı yanlış fikirləri müəyyən edin. Baxaq. Qaraca çoban fövqəladə gücə sahib idi. Bu, həqiqətən də belədir. Çünki əsərdə verilir ki, Qaraca çobanın atdığı daş yerə düşməzdi. Düşsəydisə, orada ot bitməzdi. Bəylik təklifinə razı olmur. Bəli, həqiqətən də razı olmur. Yuxusunu qardaşına danışır. Xeyr, Qaraca çoban heç kəsə yuxusunu danışmır. Kafirlərlə savaşır. Bəli, hər ikisi kafirlərlə savaşır. Qara qayğılı yuxu görür. Bunu hər ikisi görür. Ortaqda verilməli idi. Kafirlərin yurduna çatanda hər şeydən əvvəl qoca atasını deyil, anasını istəyir. 3, 5, 6 doğru cavabımız olacaq. C variantı. Növbəti. Salur Qazanevinin yağmalandığı boy əsasında cədvəldəki yanlış fikirləri müəyyən edin. Baxaq. Qazan xan bəylərin məzəmmətindən çəkinir. Nəticədə Qaraca çobanı ağaca bağlayıb özü ilə getməsinə mane olmağa çalışır. Doğrudur. Qazan xan bəylərin ovunu pozmaq istəmir. Yurdundan xəbər bilməyə tək gedir. Doğrudur. Qaraca çoban düşmən hücumundan xəbər tutur. Xeyr, xəbər ehtiyat tədbirləri yox. Xeyr. Qaraca çoban yuxuda görür. Bu, xəbər tutmaq deyil. Burla xatun tanınmasını istəmir. Oğlunun ətindən yeməyə məcbur olur. Xeyr, ətindən yemir. Şöklü Məlik Qazandan heyf almaq niyyətində olur. Onun həyat yoldaşına şərab paylatmaq istəyir. Bu, doğrudur. Qazan bəylərə gizlində xəbər göndərir. Belə bir şey olmur. Qalın Oğuz bəyləri yardıma gəlirlər. Yanlışdır. 3, 4, 6 doğru cavabımız olacaq. A variantı. Növbəti, Salur Qazanevinin yağmalandığı boyda Qaragünə Qazan xanın yuxusunu necə yazır? Deməli, necə yazır? 1. Qara bulud sənin taliyindir. 1-ə oldu 1. 2. Qar yağmur dediyin, deməli, qar yağmur sənin qoşunundur. 4. Sonra 3. Saç qayğıdır, dərd-sərdir. 4. Qan qaranlıqdır. Bu formada. Deməli, 1-ə oldu 1. 2-yə oldu 4, 3-ə 3, 4-ə də 2, D variantı doğru cavabımız olacaq. Növbəti, Salur Qazanevinin yağmalandığı boyda Qazan xanın yuxuda gördükləri sırasına daxil ola bilməz. Demək, hündür evimin üstündə ildırım çaxır. Görür, doğrudur. Çaylardan su yerinə qan axır. Xeyr, belə bir yuxu yoxdur. Quduz qurdlar evimi dəlir. Doğrudur. Əllərimdə 10 barmağım qan içindədir. Doğrudur. Yumruğumda bir şahin çırpınır. Doğrudur. Doğru cavabımız olacaq B variantı. Yuxusunda belə bir şey olmur. Salur Qazanevinin yağmalandığı boy ilə bağlı uyğunluğu müəyyən edin. Uyğunluğu istəyir bizdən. Baxaq. Uruz. Nitqi, qalxıb yerimdən durardım. Səni qaba dizimin altına salardım. Can şirinliyini sənə göstərərdim. Qazan xan evinin yağmalandığı boyda xeyr. Bu, niyyəti atasının namusuna xələl gətirmiş, anasına nifrətini göstərmək. Xələl gətirmiş, xeyr. Bunu doğru kimi verə bilmərik. Gətirmiş deyə bir şey yoxdur. Xələl gətirməmişdir. Qazan xan, duraq gedək, bəylər, ov ovlayaq, quş quşlayaq, yeyib içək, günümüzü xoş keçirək. Niyyəti oğlunu ova aparıb ona təcrübə qazandırmaq. Yanlışdır. Niyə ova aparmaq burada deyildi, digər boyda idi. Burla xatun, su Allahın üzünü görmüşdür. Mən bir su ilə xəbərləşim. Bu Burla xatuna aid deyil, Qazan xana aiddir. Şöklü Məlik, Qazan xanda bir heyvimiz də qaldı, bəylər. Qazan xanın Dərbənddəki sürüsünü ələ keçirmək. Bunu Şöklü Məlik demir. Bunu Şöklü Məliyin insanlarından, kafirlərdən biri deyil. Beyrək, çal qılıncını, ağam Qazan, çatdım, kömək etmək niyyəti ilə deyilir. Doğrudur, bunu verə bilərik. Deməli, 6-da cavabımız oldu E variantı. 7.
Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyun X pozisiyasında Qazan xanın oğlunu görərkən ağlamasının əsl səbəbi nə idi? Baş kəsməyən, qan tökməyən oğlundan utanır, xəcalət çəkirdi. Xeyr, utanıb xəcalət çəkmirdi. Sadəcə o düşünürdü ki, məndən sonra qalanda, yəni mən ölərəm, birdən onu mənim yerimə qoymazlar. Qəfil ölərsə Oğuz bəylərin Uruzu atasının taxtına layiq bilməyəcəklərindən ehtiyat edirdi. Bəli, tamamilə doğrudur. B variantı doğru cavabımız olacaq. Qorxurdu ki, düşmənlər el-obaya, xeyr, düşmənlə bağlı bir şey yox idi. Qorxaq oğlu olduğu üçün Bayandır xan, eləcə də Oğuz bəylər arasında nüfuzdan düşəcəyindən narahat idi. Xeyr, oğlu qorxaq deyildi. Bəylərlə ova gedərkən el-obasına, yurduna etibar edə biləcək bir oğlu olmadığı üçün xiffət edirdi. Xeyr, əvvəlki boyda artıq o öz oğluna, yurdunu etibar etmişdi. Sual 8. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boya əsasən klasteri tamamlayan fikirləri müəyyənləşdirin. Burla xatun qəhrəmanlıq göstərir. Doğrudur. Deməli, biz doğru fikirləri seçirik. Ova gedənlərin dönməsi xəbərini eşidən kimi tədarük görür. Bəli. Qazan xan tək görəndə narahat olur. Bəli. Atasından qoşun istəyib, qoşun istəmir. Qazan xanın ardınca gedir. Xeyr, belə bir şey olmur. Yarlı oğluna dağ çiçəyi ilə müalicə edir. Xeyr, bu Burla xatuna aid deyil. Bu Buğacın anasına aiddir. Oğlu ilə ərinin namusu arasında seçim etmək olur. Xeyr, bu boya aid deyil. Doğru cavabımız olacaq 1-2-B variantı. Cümləni tamamlayan fikri müəyyən edin. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda oğlu ilə ova gedən Qazan xan ov ovlayıb quş quşlamağa, bir ceyran belə vurmağa fürsət tapmır. Xeyr, onlar artıq 3 gün idi ki, ovda idilər. Ov zamanı yuxuya gedib əsir düşür. Xeyr, uzaqdakı toz dumanı görən kimi düşmən olduğunu anlayır. Bəli, Qazan xan anlayır. Qara qayğılı yuxu görüb, burada qara qayğılı yuxu yoxdur. Qarşısında anidən boyu uzun Burla xatunu görür. Xeyr, bu hissədə də bu epizod yoxdur. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyla bağlı düzgün fikirləri müəyyən edin. Uruz atasından düşmənlə vuruşmamağı, geri dönməyi xahiş edir. Bəli, doğrudur. Qazan xanın ovda olduğunu təkrar Şöklü Məlik bilir. Xeyr, Şöklü Məlik bildirmir. Oğlunu xilas etməyə gələn Qazan xan kafirlərlə döyüşdə gedən Qazan xan kafirlərlə döyüşdə tək başına girir. Döyüşə xeyr. Əslində bəli doğrudur. Tək başına girir. Ərinin ardınca düşmən elinə gedən Burla xatun öz kimliyini bildirmir. Xeyr, bildirir. Deyir ki, sən halalca halalcanı öz halal yoldaşını tanımırsan. Burla xatun həlledici döyüşdə düşmənin bayrağını qılınclayıb yerə sayır. Doğrudur. Bu boyda Uruz 40 igidi ilə birgə kafirlərə əsir düşür. Yanlışdır, 40 igidin öldürmüşdülər. Deməli, 1, 3, 5 doğru cavabımız olacaq E variantı. Daha sonra Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda dastan janrına məxsus hansı xüsusiyyəti görmək mümkün deyil. Ozan Aşıq tərəfindən yaradılması, bunu görmək mümkündür. Nəzm və nəsrin növbələşməsi var. Süjet xəttində hadisələrin sürətli keçidlərdən ibarət olması doğrudur. Əsərin nəzm hissəsinin heca vəznində şeylərdən ibarət olması doğrudur. Sürətlərin nitqində qoşma və gəraylılardan istifadə edilməsi xeyr, yanlışdır. Bu əsərdə qoşma və gəraylıdan istifadə edilməmişdir. Kitab-ı Dədə Qorqud dastanında yer alan qəhrəmanlıq və hünər göstərmək Bəyoğlu bəyin missiyasıdır. Müddəası əsasında uyğunluğu müəyyən edin. Biz artıq faktlar seçəcəyik. Müddəanı təsdiq edən fakt. Qaraca çobanın göstərdiyi qəhrəmanlıq. Xeyr, Qaraca çoban özü Bəyoğlu bəy deyildi. Bu müddəanı təkzib edir. Ona görə təkzib edirin qarşısında yazıram. Qarşısına baxarkən oğlunu görən atanın qəhərlənməsi, bəli, bu birinciyə aiddir. Çünki oğlunun oğlu da, Uruz da Bəyoğlu bəy idi və qəhrəmanlıq göstərməli idi. Çünki bu onun missiyasıdır. Bu fikrə əsasən. Sağ və sol tərəfinə baxan Qazan xanın fəxarətçisi, bəli, qardaşı və dayısı baş kəsib qan tökmüşdülər. Öz missiyalarını yerinə yetirmişdilər. Boyun sonunda Dədə Qorquddan öyüd verilməsi xeyr, belə bir şey yoxdur. 1BS 2A, 1BS 2A cavabımız oldu B variantı. 13. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Demək, Uruza qara yapıncı geyindirib onu lap qapı ağzında üz üstə sərmişdilər. Bunu yazaq. 1. Burla xatun Qazan xanın yardımına yetişir. Bu birdən sonraki hadisədir. Qazan xan 40 qul və cariyəni azad edir. Bu əsərin sonunda olur. Qazan xan oğlunu təpənin başına göndərir.
oğlunu təpənin başına göndərir. Bu ən birinci olur. Bunların hamısından əvvəl olur. Buğacıq mələyin boynu vurulur. Bu isə 3-dən əvvəlki hissədə olacaq 5. 4, 1, 2, 5, 3. 4, 1, 2, 5, 3. Bəli, cavabımız oldu A variantı. 14. Basatın Təpəgözü öldürdüyü boyla bağlı uyğunsuzluğu müəyyən edin. Təpəgöz Basatla süd qardaşı olduğunu söyləyir. Bəli, həqiqətən də bu olur. Qapaqan 2 oğlunu Təpəgözə xərac olaraq verir. Qapaqan mümkündür əslində Qapaqan kişinin arvadını da deyə bilərik. 2 oğlunu deyil, 1 oğlu idi bu. Ona görə bu yanlışdır. Qazan Təpəgözün çox güclü olduğunu söyləyir. Doğrudur. Aruz Basata qardaşının intiqamını almaq üçün xeyir dua verir. Yanlışdır. Pəri Təpəgözü hər kəsdən qorumaq üçün ona üzük verir. Bu doğru fikirdir. Bizdən uyğunsuzluğu istəyir. Uyğunsuzluq olacaq 2 və 4. D variantı doğru cavabımız olacaq. Növbətiyə keçək. Cədvələ əsasən Basatın Təpəgözü öldürdüyü boyla bağlı düzgün fikirləri müəyyən edin. Təpəgözün ətrafındakılara münasibəti. Onunla sövdələşməyə gələn Dədə Qorquda toxunmur. Bəli, toxunmur. Ona aşpaz kimi göndərilmiş insanları yeyib yenilərini istəyir. Yanlışdır. Günahsız insanları incitməkdən həzz alır. Doğrudur. Ətrafındakıların Təpəgözə münasibəti. Çoban onu göl kənarında görəndə təpikləyir. Bəli, təpikləyir. Aruz onu özünə götürmək üçün xandan icazə istəyir. Bəli, istəyir. Tək gözlü olduğu üçün Dədə Qorqud ona bu adı. Xeyr, Dədə Qorqud ona ad verməyib. Doğru fikirləri istəyir bizdən. 1, 3, 4, 5. 1, 3, 4, 5 A variantı doğru cavabımız olacaq. Növbəti. Basatın Təpəgözü öldürdüyü boyla bağlı doğru fikirləri müəyyən edin. Basat Oğuz eli yaylağa köçərkən arabadan düşüb itirir. Xeyr, yaylağa köçərkən deyil, düşmən hücum edərkən. Yanlışdır. Təpəgözün qınsız qılıncla öldürülə biləcəyini Basata Dədə Qorqud deyir. Yanlışdır. Bunu Təpəgöz özü deyir. Təpəgöz Basatı qocalara verib ondan kebab bişirmələrini tapşırır. Bəli, doğrudur. Oğuz yurdu Təpəgözün əlində əsir yesir olmuşdu. Bu da doğrudur. Təpəgözün təkcə gözünün ətdən olmasını Basata qocalar deyir. Bu da doğrudur. Deməli, doğru 3, 4, 5 olacaq B variantı. Basatın Salıxana qayasında etdikləri sırasına daxil ola bilməz. Bir qoz kəsib dərsinin əyninə geyinir. Həqiqətən də belə bir epizod var. Qardaşı Qiyan Səlcuqsun ağı deyir. Xeyr, bunu Qapaqan kişinin arvadı ona deyəndə ki, deməli, Təpəgözün əlində qardaşın şəhid oldu. Həmin hissədə ağı deyib ağlayır. Qınsız qılıncı oxla vurub yerə salır. Bəli, var. Təpəgözün nər kimi yerə çöktürür. Doğrudur. Təpəgözün üzüyünü barmağına taxır. Bu da doğrudur. Doğru cavabımız olacaq B variantı 17 üçün. 18. Basatın Təpəgözü öldürdüyü boya əsasən hadisələrin düzgün ardıcıllığını müəyyən edir. Baxaq, Təpəgöz dayələrinin canını alır, Təpəgöz qayalarda məskən salır. Təpəgöz anası ilə görüşür. Bəli, görüşür, daha sonra qayalarda məskən salır. Sonra bunlu qoca ilə yapaqlı qocanı Təpəgözə göndərirlər. Aruz Təpəgözü himayəsinə götürür. Bu Təpəgöz dayələrin canını alırdan əvvəlki hissədir. Dədə Qorqud gəlib Təpəgözə ad verir. Belə bir hissə ümumiyyətlə yoxdur. Təpəgöz Oğuz elinə hücumlar edir. Oğuz elinə məskən saldıqdan sonra hücum edir. Deməli, burada olacaq 4. Basat ata-anasının əlini öpüb onunla halallaşır. Onlarla halallaşdığı isə bu hissədən sonraki hissədir. Deməli, doğru cavabımız 1, 4, C variantı olacaq. 19. Basatın Təpəgözü öldürdüyü boyda əsər boyu qarşılaşmayan sürətləri müəyyən edin. Basat, Dədə Qorqud. Əsərin əvvəlində Dədə Qorqud Basata ad verir. Bunlar qarşılaşırlar. Basat, Qapaqan. Bəli, Qapaqan kişi bu əsərdə iştirak etmir. Ona görə B variantını doğru kimi götürə bilərik. Qazan xanla Basat qarşılaşırlar. Qazan Təpəgözün yanına getməməyi tövsiyə edir. Aruzla Təpəgöz, bəli, Aruz qoca Təpəgözü götürüb saxlayır. Təpəgöz bunlu qoca, bəli, bunlu qoca və yapaqlı qoca Təpəgöz üçün yemək bişirirlər. Doğru cavabımız olacaq B variantı. Basatın Təpəgözü öldürdüyü boyda sürətlər və onların əməlləri baxımından hansı bəddə uyğunluq gözlənilmişdir? Aruz qoca Təpəgözün Qiyan Səlcuqu öldürdüyünü Basata deyir. Xeyr, Qapaqan qocanın arvadı deyir. Dədə Qorqud Təpəgözün istəklərinin hamısını ona verməyə razı olur. Xeyr, onun istəklərini deyil, o 60 insan istəmişdi. 500 qoyun 2 insana razı olur. Qapaqan Təpəgözün oğul elinin yaylağa köçməsinə imkan vermədiyini söyləyir. Xeyr, Qapaqan qoca ümumiyyətlə iştirak eləmir bu əsərdə. Sarı çoban gölün kənarında Təpəgözün olmasını Bayındır xana çatdırır qəti şəkildə. Yanlışdır.
Yapaqlı qoca Oğuz elinə Basatın Təpəgözə qalib gəlməsi xəbərini çatdırır. Bəli, Basat qocalar vasitəsilə xəbəri yollayır. Lakin Basatın atasına xəbəri çapar çatdırır. Kitab-ı Dədə Qorqud dastanı haqqında hansı fikir yanlışdır? Dastan Oğuz türklərinin ortaq abidəsidir. Doğrudur. Dastan Oğuz türkləri və onların həyat tərzini öyrənmək üçün etibarlı mənbədir. Tamamilə doğrudur. Dastanın əsas mövzusu Oğuz elinin qəhrəmanlıq və vətənpərvərliyidir. Doğrudur. Dastan müqəddimə və 12 boydan ibarətdir fikri də doğrudur. Dastanda bədiilik güclü olsa da lirizmə yer verilməmişdir. Yanlışdır. Əsərdə lirizmə də yer verilib. Avesta haqqında yanlış fikir müəyyən edin. Atəşpərəstlik dövrünün məhsuludur. Bəli. Əsərin əsas özəliyini qatlar adlanan hissə təşkil edir. Doğrudur. Yadda saxlayın ki, Avestadakı nəzm hissəsi heca vəznindədir. Heca vəznində. Xeyir və şərin mübarizəsindən bəhs edilir. Doğrudur. Ədəbiyyat və fəlsəfədə ilk türk dilli yazılı abidədir. Xeyr, bu türk dilli yazılı abidə deyil. İnsanları humanizmə və zəhmətsevərliyə çağırış var. Doğrudur. Salur Qazanevinin yağmalandığı boyda kafirlərin törətdiklərini müəyyən edin. Demək, qızıl taxlı evləri çapıb talayırlar. Doğrudur. Qız gəlini pərişan edirlər. Doğrudur. Zəmdəki zəmə söhbəti yoxdur burada. Qiymətli xəzinəni talan edirlər. Doğrudur. Evi qoruyan vəfalı iti oxlayırlar. Xeyr, belə bir şey yoxdur. Qatar-qatar dəvələri aparırlar. Bəli, doğrudur. Deməli, cavabımız oldu 1, 2, 4 və 6. Sonra 24. Aha, 24. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy haqqında yanlış fikirləri müəyyən edin. Ata ov ovlayıb quş quşlamağı, igidliyi göstərmək məqsədi ilə oğlunu Aladağa aparır. Bura kimi doğrudur. Lakin Aladağ fikri yanlışdır. Onu Gürcüstan sərhədlərinə aparır. Ona görə 1 yanlış cavabımızdır. Bizə lazım olan cavabdır. Qazan xan oğlunun kafirlərə döyüşə girməsini istəmir. Bəli, həqiqətən də istəmirdi. Oğlunun qorxub anasının yanına qaçdığını düşünən ata xeyr, onu düşünmür. Onu cəzalandırmaq istəyir. Bəli, bu doğrudur. Çünki ona deyirlər ki, oğlunun yanına qaçır. Bu da düşünür ki, həqiqətən də elədirsə onu cəzalandıracağam. Yanlış deyir. Doğrudur. Uruz atasının atdan yıxıldığını görüb xeyr, belə bir epizod ümumiyyətlə yoxdur. Oğlunu evdə tapmayan ata birbaşa Təkrum qalasına yollanır. Xeyr, birinci gəlir həmin o yerə. Orada artıq Uruzun qızıl qamçısını görür, qızıl quplu qamçısını. Oradan başa düşür ki, artıq Uruz dustaq gedib. Ona görə bu da yanlışdır. Doğru cavabımız olacaq 1, 4 və 5. 25. Basatın Təpəgözü öldürdüyü boy əsasında klasteri tamamlayın. Basat bəyoğludur. Bəli, doğrudur. Həqiqətən də bəyoğludur. Canavar yuvasında böyür. Xeyr, şir yuvasında. Düşmənlə tək başına vuruşur. Bəli, doğrudur. Qazan xanı məzəmmət edir. Xeyr, belə bir şey yoxdur. Qəhrəmanlıq göstərib ad alır. Qəhrəmanlıq göstərib. Xeyr. Səfərə gedib əli dolu qayıdır. Bəli, bu da doğrudur. Doğru cavabımız olacaq 2 və 5. Növbəti 26. Basatın Təpəgözü öldürdüyü boyu Qazan xanın evinin yağmalanması və Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boydan fərqləndirən xüsusiyyətlərə aid edilə bilər. Demək, Dədə Qorqud adi hadisələrdə birbaşa iştirak edir. Bəli, birbaşa iştirak edir. Ona görə bir doğrudur. Sonra Bayandur xanın adı çəkilir. Bayandur xanın adı çəkilir, digərlərində də adı çəkilə bilər. Qadın obrazı qəhrəmanlıq göstərir. Qadın obrazı burada Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda da göstərir. Əfsanə bu boyda ümumiyyətlə qadın qəhrəmanlıq göstərmir. Basatın Təpəgözü öldürdüyü boyda. Əfsanəvi varlıq iştirak edir. Bəli, əfsanəvi varlıq Təpəgözdür. Qazan xan yaralanır. Qazan xan tək bu boyda deyil, elə Uruzun dustaq olduğu boyda da yaralanır gözündən. Ona görə doğru cavabımız olacaq 1 və 4. Daha sonra 27. Bu müəyyəndir. Basatın Təpəgözü öldürdüyü boy, Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy, Qazan xanın evinin yağmalanması boy. Kitaba görə tərsinə veriblər burada. Deməli, baxaq. Basatın Təpəgözü öldürdüyü boya aid olanı seçək. Ana haqqı, Tanrı haqqı, atam oğuldan öyrənər. Dədə Qorqudun qopusu müqəddəsdir. Bu ümumiyyətlə yoxdur. İnsan heyvanlarla yaşamalı deyil fikir səsləndirilir. Bəli, deməli, bu fikir səsləndirilir. D variantını yazaq bura. Bu fikir səsləndirilir Dədə Qorqudun dilindən. Bir oldu D. Növbəti Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy. Ata oğuldan öyrənər fikri bura aid olacaq. Bunu elə Uruz özü atasına deyir olacaq. B. Sonra
Ana haqqı, tanrı haqqı bənzətməsi də Qazan xanın evinin yağmalanması boyunda istifadə olunur, elə Uruzun dilindən. Deməli, oldu 1D, 2B, 3A. Növbəti, keçdik artıq mətnlərə. Deməli, ov mətnidir, yəqin ki, bunu oxumusunuz, mən artıq oxumayacağım, birbaşa cavablara keçirik. Səbəb-nəticə əlaqəsi baxımından cədvəli tamamlayın. Səbəb, Buğac ovçuluq məharətini atasına göstərmək istəyir. Bunun üçün neynir? Oxu atasına yaxın yerdən atırdı. Yaxın yerdən atırdı. Bu məqsədlə atasına öz məharətini göstərmək istəyirdi. Və yaxud da ki, biz deyə bilərik ki, bu ceyranı o yaxından qovlayırdı, atasına yaxın yerə qovlayırdı və o formada vururdu ki, atası onun necə məharətli ovçu olduğunu görsün. Dirsə xan oğlunu oxla vurdu. Nəticədir. Səbəb nədir? Səbəb odur ki, Dirsə xanı aldatdılar. Biz deyə bilərik ki, Yasavulbaşı hiylə işlədir. Nəticədə Dirsə xan oğlunu oxla vurur. Və yaxud da ki, Yasavulbaşı Buğac üçün tələ qurur. Və yaxud da ki, Yasavulbaşı Dirsə xanı yoldan çıxardır. Dirsə xanı oğlunun onu öldürmək istədiyinə inandırır və s. və axır kimi fikirlər doğru olacaq. Cədvəli tamamlayın. Ov mətnində Dirsə xan. Ov mətnində Dirsə xan neynir? Birincisi, oğluna güvənmir. Deyə bilərik, şübhələnir. Deyə bilərik, fitnənin qurbanı olur. Fitnəyə uyur. Bu fikirləri səsləndirə bilərik. Uruz bəyin dustaq olması boyunda Qazan xan. Qazan xan neynir? Düşmən üzərinə gedib tək döyüşür. Oğlu üçün deyək ki, oğlunun azad olunması münasibəti ilə 40 kənizi və 40 cariyəni azadlığa buraxır. Və yaxud da ki, deyə bilərik ki, oğlunu qorumağa çalışır, oğlunu ox atmağı, döyüş sənətini öyrətmək üçün ova çıxır və s. və axır. Ortaq xüsusiyyətlər oğlu ilə ova gedir. Fikrini verə bilər. Yəni, hər ikisinə və yaxud da ki, hər ikisi Oğuz elinin bəyidir. Hər ikisi bəydir. Bəydir fikrini də verə bilərik. Bu belə. Növbəti, çərçivədəki şeiri ov mətni ilə müqayisə edin. Şeirdə verilən xüsusiyyətləri mətnin obrazları ilə əlaqələndirin. Baxaq, adam var səmimi, mehriban, mərddir. Adam var təpədən dırnağa dərddir. Təpədən dırnağa dərdi yaza bilərik bura. Adam var kökündən xain, mərd. Xain, mərddir. Adam var şər gəlməz həndəvərinə. Deməli, təpədən dırnağa dərddir bura yazsaq, obraz olaraq Dirsə xanı götürəcəyik. Dirsə xan. Əsaslandırma odur ki, bu fitnəyə qurban gedir və öz oğlunu, belə deyək, ölümcül yaralayır. Xaindir, namərddir fikrini isə biz Yasavulbaşıya aid eləyəcəyik. Belə ki, Yasavulbaşı deməli, Dirsə xanı aldadır və öz oğlunun qatili olmağına sövq eləyir. Bu da belə.